Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev və komitə üzvü Vüqar Bayramov 2026-cı ildə pensiyaların artırılacağını bildiriblər. Lakin mövcud iqtisadi şərtlər fonunda bu artımın real olub-olmayacağı sual doğurur. Ekspertlər də bu prosesin dövlət büdcəsinin imkanlarından asılı olacağını qeyd edirlər. Pensiya artımı indiki şərtlərdə nə qədər realdır? Səyyar TV xəbər verir ki, Global Infoya danışan iqtisadçı Eyyub Kərimli deyib ki, hər il inflyasiya hədləri və orta əmək haqqının artımı nəzərə alınaraq pensiyalarda indeksasiya həyata keçirilir. Hesab edirəm ki, gələn ildə bu proses davam edəcək. 2025-ci ildə orta əmək haqqı təxminən 10-11% artıb. Sözsüz ki, bu pensiyaların indeksasiyasına öz təsirini göstərəcək. Təxminən 1,1 milyon təqaüdçünü əhatə edən belə tədbir artıq nəzərdə tutulmuş məsələdir. İndeksasiya 11%-dən yuxarı da hesablana bilər, amma dəqiq rəqəmlər yanvar ayında açıqlanacaq. İqtisadçı Emin Qəribli isə bildirib ki, pensiyaların, xüsusən minimum əmək haqqının artımı müvafiq sərəncamlara əsasən qəbul olunur. Paralel olaraq pensiyalarda indeksasiya da aparılır. Yanılmıramsa, bu rəqəm təxminən 9,2% olacaq. Bu göstərici gələn il üçün proqnozlaşdırılan inflyasiyadan 5-6% çox deyil. Yəni təxminən 9% səviyyəsində artım dövlət büdcəsində planlaşdırılıb və bunun üçün vəsait ayrılacaq. Ekspert əlavə edib ki, bu artım həm inflyasiyanın təsirini kompensasiya etməli, həm də xüsusilə həssas təbəqələrin sosial tələblərini ödəməlidir. Dövlətin əlində kifayət qədər vəsait var, hazırda isə görünür, vəsait ayrılır və məsələ Milli Məclisdə nəzərə alınır.